Salam, hər vaxtınız xeyir olsun. Qaranlıq sözü nitq hissəsi kimi həm isim, həm də sifət kimi işlənə bilər. Biz baxaq görək ki, isim kimi hansı mənada işlənir. İsim kimi işləndikdə zülmət mənasını verməlidir. Biz baxırıq kontekstə. Yəni cümlə daxilində onun sualına, mənasına baxaraq nitq hissəsini ayırd edə bilərik. Kəndi bürümüş qaranlıq və duman əriyərək dağların ətəyinə, dərələrə çəkilir. Baxın, buradakı qaranlıq sözü zülmət mənasını verir, nə sualına cavab verir və nitq hissəsi kimi nədir? İsimdir. Nərimanın gözü qaranlıqda asılan qara və uzun vedrəyə sataşdı. Burada da qaranlıq sözü nədir? Nitq hissəsi kimi isimdir. Daha sonra qaranlıq düşmək mənasında olduqda yenə isim kimi işlənir. Deyirəm, qaranlıq düşdü. Bu zaman qaranlıq sözü isimdir. Axşam qaranlıq düşmək üzrə ikən Bakıda çılçıraq yanmağa başladı. Gördüyünüz kimi burada nədir? İsimdir. Günəş çoxdan batmış, qaranlıq çökmüşdü. Çökmüşdü nə? Qaranlıq. Gördüyünüz kimi nə sualına cavab verdi? Yenə isimdir. Qaranlıq etmək mənasında get qabağımızı qaranlıq eləmə. Burada da nə oldu? İsim kimi işləndi. Demək, mən nəyə baxıram? Cümlə daxilinə baxıram. Cümlə daxilində hansı suala cavab verir? Mənası nədir? Ona uyğun olaraq nitq hissəsini ayırd edəcəm. Gəlin sifət kimi baxaq. Sifət kimi işləndikdə isə işıqsız, zülmətli mənasını verir. Məsələn, qaranlıq otaq. Görürsünüz, necə otaq? Qaranlıq otaq. Hansı suala cavab verdi? Sifətin sualına cavab verdi. Nəyə aid oldu? İsmə aid oldu. Qaranlıq küçə deyirəm. Nədir? İsmə aid oldu, sifətdir. Qaranlıq gecə ismə aid oldu, sifətdir. Deyirəm, qaranlıq yerdə daş atmazlar. Sual versiniz. Necə yerdə? Qaranlıq yerdə. Yer nədir? İsimdir. Gördüyünüz kimi nə oldu? Yenə ismə aid oldu. Nitq hissəsi kimi sifət olacaq. İçəri şəhərdə qaranlıq dar bir dalanda. Baxın, qaranlıq dalan. Yəni zülmətli, işıqsız dalan mənasında. Yenə sifət oldu. İsmə aid olur çünki. Xanın 9 ay qaranlıq tövlədə bəslənmiş, harın boğasını meydana çıxardılar. Qaranlıq tövlə nədir? Tövlə isim. Qaranlıq burada, yəni işıqsız tövlə mənasında nitq hissəsi kimi sifət oldu. Demək, qaranlıq sözü nitq hissəsi kimi həm isim ola bildi, həm də sifət ola bildi. Və cümlə daxilində biz buna baxaraq, sual verərək, mənasına baxaraq ayırd edəcəyik.